Hörmətli həmkarlar, sabaha davamiyyət 100%-dir, yerində olsun, bütün şagirdlər formada olsun. Gülnaz xanım özü tək gəzəcək sinifləri, ad şagirdləri yoxlayacaq. Ona görə hamı bir nəfər kimi yerində olsun. Axşamınız xeyir uşaqlar. Uşaqlar sabah yoxlama olacaq, direktor da girəcək siniflərə. Yəni ad yoxlayacaqlar. Bax, zavuşunda səsini attım. Kimin nə işi, gücü, hazırlığı var qoysun kənara. Sabah saat 8-ə qalmış məktəbin həyətində olsunlar. 8 tamamda ola bilsin ki, yoxlayacaqlar. Yəni hamı bir nəfər kimi ha. Elə olmasın, mənim adım, mənim sinifimin adı getsin direktorun stolunun üstünə. Eşitdiniz məni? Sentyabrdan bu yana attığım səslərdən deyil. Sabah ciddidir. Yəni ciddinin ciddisi daha. Yəni sumkalarınıza yığırsınız sabahki cədvəlin dəftər kitabını. Formanı geyinirsiniz, məktəbdə olursunuz. Özüm də saat 8-ə qalmış orada olacağım. Yəni nə işiniz, gücünüz var, bax mən sizə indi deyirəm ha. Təxirə salın, hazırlıqları qoyun qırağa. Bir günün hazırlığına getməyinə heç nə olmaz. Amma sabah dərsə gəlməsəz, hər şey alt üst olar. Elə olsun ki, hamı bir nəfər kimi məktəbdə olsun.